Çayım da hazır olduğuna görə artıq əsas məsələyə keçə bilərik. Mən Günel, hal-hazırda Türkiyədə təhsil alıram. Bir zamanlar mən də Azərbaycanda orta məktəb tələbəsi olaraq universitetlərə hazırlaşırdım və 10-cu sinifin sonu idi, düzgün xatırlayıramsa əgər. Birdən-birə bir şey yarandı, yəni bir fərqlilik oldu həyatımda. Və, bu fərqlilikdən, yəni normalın dışında olan bir fərqlilik mənə bəzi dərslər qazandırdı və bu dərslərdən ən önəmlisi də aidlik hissi idi. Yəni bir yerə aid olmaq, bir yerə, birinə, ailənə, bir şeyə aid olmaq ya da bir şeyin sənə aid olması və bunun nəticəsində də özümü uzun zamandır əslində yaşadığım yerə, Bakıda yaşayırdım. Bakıya, burasını getir. Yaşadığım yerin koordinatını verdim. Bakıya ait hiss etmədiyimə qərar verdim və bunun nəticəsində də dedim ki, bir araşdırma eləyim, yəni hansı ölkəyə gedə bilərəm. O vaxtki ekonomik şərtlər də e, Türkiyəyə gəlməyimə səbəb oldu, belə deyək. Bir il ərzində hazırlaşdım və bu hazırlıq dönəmimdə də çox fərqli dəyişikliklər yaşadım öz həyatımda və düşüncə tərzimdə. Bölümümü dəyişdirdim. Bir neçə dəfə dəyişdirdim bölümü ki, ora da aid hiss eləmərəm. Yaşadığım yerə aid hiss eləmədim çünki və bunu dəyişdirmək çox asan. Amma insanın özünü dəyişdirməsi və istəklərini dəyişdirməsi yaşadığın yeri dəyişdirmək qədər asan bir şey deyil, təəssüf ki. Və bunun nəticəsində də Türkiyəyə gəldim. Türkiyədə təhsil almağa davam eləyirəm hələ də. İnşallah gələn il məzun olacağam. Və düşündüm ki, özəlliklə bu sıralar qabağıma çıxan, Azərbaycanda qabağıma çıxan videolarla bağlı, Azərbaycan videoları ilə bağlı kəşfetimdə olan, hamının əslində mənim o dönəm yaşadığım kimi problemləri var imiş, amma mən sadəcə bunları mənim yaşadığımı düşünürmüşəm və əgər belə insanlar varsa hələ də Azərbaycanda, yəni problemin tək olduğunu düşünənlər, onlara bir səs olmaq istədim. Onlara bir, yəni kömək olacaqsa, nə xoşbəxt mənim üçün, yəni gənclərin səsi ola biləcəmsəm. Və bunun üçün ağlımda uzun zamandır podkast çəkmək var idi. Çünki Azərbaycanda demək olar ki, yox dərəcəsində psixolojik podkastlar var. Psixologiya ilə bağlı insanlar çox bilincsizdir. Yəni psixoloqlar yaxşı ola bilər. Əlbəttə ki, vardır aralarında yaxşıları. Yəni çox-çox dünyaca məşhur da ola bilər, uzmanlıq da oxuya bilər və s. və s. və s. Onların biliyinə, savadına heç bir şey demirəm. Amma gənclərin səsini duyura biləcəyi bir imkan yoxdur Azərbaycanda və bu Türkiyədə çoxdur. Ona görə dedim ki, niyə də bizim ölkəmizdə olmasın? Nəyimiz əksikdir? Niyə biz problemi həll eləmək üçün oradan qaçmalıyıq? Ümid eləyirəm ki, bəzilərinizin fikri dəyişər ölkə ilə bağlı, bəzilərinizin problemi həll olar. Belə. Təbii ki, yəni bu ilk videom olduğu üçün çox böyük bir kitləyə ulaşa bilməmişəm. Hə, bunu da əvvəlcədən demək istəyirəm ki, mən 3 ildir Türkiyədəyəm və bu 3 il ərzində Azərbaycana ən çoxu 4-5 dəfə getmişəm, qayıtmışam. Və buna görə də Azərbaycan dilini neredeysə yəni unudurdum. Yəni burada Azərbaycanlı tanıdıqlarım, dostlarım olmasaydı, ailəmlə danışmasaydım, unutmuşdum bəlkə də indiyə qədər. Ümumiyyətcə qeyri-mümkündür. Yəni bir ölkədə uzun müddət yaşayıb dövlətinə sadəcə 4-5 dəfə 20 günlük döndüyündə o dili unutmuş olursan və danışığımın içində türkcə kəlmələr ola bilər, alıntılar ola bilər ya da psixolojik bir məsələdən danışacağamsa mütləq terminlər ola bilər. Çünki mən bunların Azərbaycanda qarşılığını bilmirəm. Azərbaycanca qarşılığı olmayan sözlər də var əlbəttə ki. Yəni əlimdən gəldiyi qədər fikrimi sizə çatdırmağa və özümü ifadə etməyə çalışacağam.
Podkastsa, videokastsa ya da belə deyim, çünki daha podkast olaraq çevirmədim bunu. Bu bölümü çevirəcəyimi də düşünmürəm. Çünki, bu ilk videomdur və, genel bir tanıtım eləmək istədim. Səsimi çox geniş bir kitləyə duyuramadığım üçün ilk belə bir problem varmı? Azərbaycan gəncliyinin problemi nədir? Sualını sadəcə şəxsi hesabımda paylaşa bildim və, oradakı, takipçi kitləmə, yəni yaxın çevrəmə soruşa bildim. Onlardan bir neçə dənə not aldım. O notların, eee, çərçivəsində bu mövzular üzərində danışacağıq bu videoda. Biraz uzun tuttum girişi elə bil ki, amma, ilk videonun günahı olmaz deyə düşünürəm. Əslində problemlər o qədər bir-biri ilə bağlantılıdır ki, yəni əslində problem yox imiş falan falan. Emm, ya mən burada ən qəribə gələn nə ola bilər deyə düşünürəm. Bunu bu arada həqiqətən ağlımda deyil, yəni yadımdan çıxıb kim çəkmişdi. Birisi çəkmişdi. Belə bir video çəkilmişdi, vloq kimi. Sorğu çəkilmişdi. Metrodaydı, yanlış xatırlamıramsam. Onu da izləmişdim, amma yol üstü izlədiyim üçün, dərsə getdiyim üçün çox, yadımda saxlaya bilməmişəm, çox diqqətimi verə bilməmişəm. Ona görə, yəni yadımda deyil o videonun sahibi, üzr istəyirəm. O videoda da araşdırmamaq diye bir, başlıq var idi. Azərbaycan gəncinin problemi araşdırmamaq. Araşdırmamaqdan başlamaq istəyirəm. Birincisi araşdırmamaq, insanın içindən gələn bir şeydir. Ümumiyyətcə, mən, heç bir zaman, yəni Azərbaycan gənci olaraq bir kalıbda, danışacağam. Çünki Azərbaycana hitab eləmək istəyirəm, Azərbaycan gənclərinə hitab eləmək istəyirəm. Ona görə, yəni burda mənim danışığımda hər hangi bir qiyaslama yoxdur. Kimlənsə kimsəni, heç bir milləti bir-biri ilə müqayisə eləmirəm. Zaten bununla bağlı bir haqqım da yoxdur. Yəni mən kiməm ki, gəlib oturub hansısa dövlətləri müqayisə eləyəcəm də. Heç ilgi alanım da deyil açıqcası. Gerçəkdən umurumda da deyil yəni. Nəysə, Azərbaycan gənci olaraq, mən də demək istəyirəm ki, özümü də qatıram bu Azərbaycan gənci kavramının içinə, başlığının içinə. Azərbaycan gəncləri olaraq, məncə özünü gerçəkləşdirmə kavramı ilə bağlı bir problemimiz var. Kəndini gerçəkləşdirmə kavramı. Mən ümumiyyətcə bu, birləşməyi özünü gerçəkləşdirmək. Bunu necə çevirə bilərəm mən sizə türk dilindən? Türkiyəyə gələndə tanış oldum bu kavramla birinci sinifdə. Hamının ağzında da belə dərslərdə bütün gün müəllimlər deyir. Özünü gerçəkləşdirmə, nə bilim nə, nə bilim nə, bla bla bla. Özünü gerçəkləşdirmək nədir? Yəni kəndini demirəm, özünü deyirəm. Biraz Azərbaycancaya çevirmişəm olum deyə. Nə deməkdir? Potansiyelinin ən üst səviyyəsinə çıxırsan. Yəni mən Günel olaraq ən çox nə edə bilərəm? Və bunun həddi hüdudu yoxdur. Mən Günel olaraq ən çox nə edə bilərəm? Yəni ölənə qədər davam edən bir gəlişim sürəcindən bəhs eləyir bu kavram və sürekli bir gelişim süreci. Yəni dayanmadan sən, bir şeylərlə məşğul olmalısan, bir aktivite eləməlisən, hobilərin olmalıdır. Özünü inkişaf elətdirmək üçün çox oxumalısan, çox çalışmalısan, işində ən yaxşısı olmalısan. Bunlarla bağlı bir kavramdır və bir insanın kapasitesinin %100'ü, maksimumu. Nə deməkdir bu yəni? Çox möhtəşəm bir şeydir. Yəni bunu eləyən insanlar varsa, mən hələ eləyəməmişəm. Təhsilim qurtarmayıb. Təhsilim buna çatmır falan. Çünki mənim hədəflərim, bir insan olaraq, Günel olaraq mənim hədəflərim həmişə yüksək olub və bu hədəflər bir hədəfə çatdıqdan sonra o hədəf daha da yüksəlir. Yəni məsələn universiteti qazanmaq, magistr oxumaq, magistr oxuyandan sonra doktorantur.
Bir insan olaraq, yəni, öz kapasitemin ən üst səviyyəsinə həmişə çatmağa çalışmışam və bunu bir əksik olaraq görürəm Azərbaycan gəncində. Emm, çünki nə eləyə biləcəklərinə qadir olduqlarını əsla bilmirlər. Yəni, bir insan olaraq nələrə qadirsiniz siz? Çox, o qədər şey var ki, yəni, insanlar kosmosa çıxır. İnsanlar kosmosa çıxır. Yəni, olmayan bir şeydən bir şey yaradırlar. Yeni kəşflər eləyirlər. Belə insanlar var. Yəni əlbəttə ki, insanın özünü bir digər insanla qiyaslaması yaxşı bir şey deyil. Psixoloji açıdan düşünürəm, öz məsələyim babında. Amma əgər qiyaslamayasansa ya da özündən aşağılara baxıb mən bundan yaxşıyam, bəs deyəcəksənsə, zaten özünü gerçəkləşdirə. Yəni araşdırmamağın problemi əslində özünü gerçəkləşdirməməkdir. Yəni özünüzün ən maks halını aldığınızda zaten hər şeyi araşdırmış olacaqsınız. Zaten çox şey bilmiş olacaqsınız və məncə bunu tetikləyən ən önəmli şey də maraqdır. Maraq yəni. Niyə bir insana bir şey maraqlı gəlməz ki? Bizi həyatda tutan ən önəmli dürtülərdən biri maraqdır. Niyə sualı? Bu niyə oldu? Niyə? Yəni filan şey var, amma niyə? Yəni bu sualın olmadığı bir dünya mən düşünəmirəm. Nəysə, bu araşdırmamaq məsələsini belə açıqlayım və bunu burada bağlayaq. Videonu çox uzatmaq istəmirəm çünki. Bir digər cəhalət yazıb. Cəhalət də məncə araşdırmamaqla əlaqəlidir. Və bu da özünü gerçəkləşdirməklə əlaqəlidir. O qədər bir-birinə bağlantılıdır ki. Bir digəri sözünü deyə bilməmə, özünü ifadə edə bilməmə. Sözünü deyə bilməmə və özünü ifadə eləyə bilməmə ikisi çox fərqli şeylərdir. Özünü ifadə eləyə bilməmə çevrə ilə əlaqəli bir şeydir. Sözünü deyə bilməmə sənlə əlaqəli bir şeydir. Bir insana sözünü deyə bilmirsənsə, problem həqiqətən sənin özündədir. Amma özünü ifadə eləmək kimi bir kavram yoxdur məncə. Və bu mənim fikrimdir, yəni opsional olaraq. Zaten dediyim hər şey mənim fikrimdir, yəni mənə aiddir. Bunların doğruluğu və ya yanlışlığı insandan insana təbii ki, dəyişən şeylərdir. Mən sadəcə burada bir farkındalıq yaratmağa çalışıram. Özünü izah eləmək kimi bir durum yoxdur. Sən zaten dediğini deyirsən və qarşındakı onu başa düşməlidir. Məncə bu çevrə ilə əlaqəli bir problemdir. Yəni çevrəndəkilər səni başa düşmür. Çünki eyni şeyi mən məsələn sənə gəlsəm desəm ki, qələm. Qələm, hə. Ağlıma məsələn nərəng qələm gəlir. Çox mənasız bir örnək kimi gözükə bilər, amma məğzini anlatacağım sizə. Qələm deyəndə məsələn hamının gözünün qabağına fərqli bir qələm gəlir də. Bəzilərinə belə ataların, babaların yazdığı sarı, narıncı belə qarışıq rəngli qələmlər olurdu ya, 20 qəpik idi o vaxt. 2022-də. Onlar gəlir. Mən nə bilim, gözümün qabağına mən məsələn bir dənə qələmlə yazıram. Fərqli bir qələmlə yazanmıram. Yəni əl yapıma o uyğundur. Hazırlıq vaxtından etibarən o qələm növünü dəyişdirməmişəm. Şükürlər olsun ki, Türkiyədə də gəldim, tapdım o qələmi. Yəni sadəcə Azərbaycanda yox imiş o qələm. Bəzilərinin də gözünün qabağına məsələn çox müəllimələrin gözünün qabağına qırmızı qələm gələ bilər. Jurnal qələmi məsələn. Ya da digital şeylərlə məşğul olan, digital işlə məşğul olan insanların gözünün qabağına stilus gələr məsələn. Düzgün tələffüz elədim bilmirəm, stilus. 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 Stilus gələ bilər məsələn gözünün qabağına. Rəsm çəkənlərin gözünün qabağına, yəni bizim qələmimiz fırçadır, çox istifadə eləmirik qələmdən. Fırça gələ bilər gözümüzün qabağına. Yəni bu insandan insana o qədər dəyişən şeylərdir ki, yəni əslində qarşındakı səni başa düşmür deyə bir şey yoxdur. Yəni sən özünü ifadə eləyəmirsən deyə bir şey yoxdur. Əslində qarşındakı səni başa düşmür. Sən özü
Gayet qəşəng ifadə eləyirsən. Sadəcə qarşındakını dəyişdirməlisən. Özünü ifadə eləyənmirsənsə. Bir dəfə dedin, 2 dəfə dedin, 3 dəfə dedin, başa düşmürsən, demək bu insan bunu başa düşmür. Başa düşmək istəmir ya da. Yəni bunu qəbulləmək məcburiyyətindəsən. Yəni hara qədər özünü yoracaqsan ki? Açıqlamam bu qədər. Sözünü deyə bilməmədə tamamilə qorxaqlıqdır. Ya qorxaqlıqdır, ya ikiyüzlülükdür. Ya qarşılaşacağın cavabdan qorxursan, ya da ki demək istəmirsən. Şey də ola bilər. Məsələn, qarşımdakının qəlbi qırılar mövzusu da ola bilər. Amma qəlb qırıqlığı həqiqətən keçən bir şeydir. Yəni e, sad but true yəni keçən bir şeydir. Yəni bir müddət sonra keçəcək. Ona görə heç vaxt qarşınızdakilərin ya da qarşınızdakının qəlbi qırılacaq deyə bir şey eləməməkdən vaz keçməyin. Əgər o şeyin doğru olduğuna inanırsınızsa, kimin qəlbi qırılır, qırılsın. Onsuz da düzələcək. Amma elədiyiniz ya da eləyənmədiyiniz bir şeyi keçmişə dönüb düzəldənməyəcəksiniz. Azadlıq çatışmazlığı və sosial psixolojik təzyiqlər. Sosial psixolojik təzyiqlər mənim də çox yaxındığım bir konudur. Niyə? Ayrım göstərəcəm. Metroda metroda gedəndə yer vermək. Azərbaycanda bu çox yayğındır, xüsusilə metroda, avtobusda. Avtobusda çox istifadə eləmirəm, evimiz metroya yaxın olduğu üçün. Metroda yer vermək Azərbaycanda çox yayğındır. Və bunun Türkiyədə də yayğın olacağını düşündüm şəxsən mən. Bir şey yoxdur. Türkiyədə heç kim sizə yer vermir. Mənim nənəm gəldi, 66 yaşında. Və asla yer vermədilər. Asla yer vermədilər. Mənim yaşıdlarım, məndən cavanlar yer vermirlər. Yəni iki kültür çox yaxındır. Aralarındakı fərqə bax. Görüş fərqi var. Burada o təzyiq yoxdur. Sosial təzyiq yoxdur ki, yəni bunun düzgün olduğunu savunmuram. Əsla qadınlar ayaqda qalmalı falan. Bunları savunmuram. Elə vaxt olub ki, uşaqlı qadınlar, hamilələr ayaqda gedir. Heç düzgün bir şey deyil. Heç düzgün bir şey deyil, amma sosial təzyiq görün nə qədər azdır ki. Biri dürtüb də şey demir, ay balam, qalx, qadın otursun. Deyən kimi dava çıxır. Deyən kimi nəsə qırğın, qiyamət, uzuyur. Və zaten çox basa-bas olur o sosial nəqliyyat şeyləri. Özəlliklə tramvaylar. Heç kim dalaşmaq istəmir açıqcası. Yəni ona görə də qadın məsələn uşağı ilə qalır ayaqda. Azərbaycanda belə şey olar, döyərlər adam. Bir dənə oğlan gəlsin, otursun, əlini qolunu sallaya-sallaya döyərlər. Qaqaş sən kimsən? Qalx. Heç soruşmurlar məsələn. Oğlan idmandan gəlib, hazırlıqdan gəlib, yəni 10 saat işləyib, nə bilim, nə və s. Bu sosial təzyiq. Yəni bunun əslində tramvay ilə, metro ilə heç bir əlaqəsi yoxdur. Sosial təzyiq ölkəmizdə çoxdur. Azaltmaq üçün nə etməliyik? İnsan beyni dəyişməlidir. Yəni zaten bizdən öncəki, çox öncəki nəsillər ana-atalarımızı demirəm hal-hazırda, nənə-babalarımız. Onlar əslində bu təzyiqi yaradırlar. O nəslin dəyişməsinə də az qalıb. Yəni deməyim odur ki, biraz səbr eləyək və yeni nəslin bu düşüncə tərzindən sosial təzyiq olaraq nitələndirdiyimiz düşüncə tərzindən çıxmasını sağlayaq. Azadlıq çatışmazlığı bu yenə ərgənlik çağında olan insanların, bu arada 12-25 yaş ərgəndir. 25 yaş ərgəndir. Bunu qəbullanın. 25 yaşa qədər ərgənsiniz. Gənc yetişkinliyi də ola bilər, deyə bilərik. Literatur bunu isbat eləyib, ərgənsiz. 25 yaşına qədər ərgənsiz. 25 yaşından sonra işte ön lobunuz, beyninizin ön lobu inkişafını dayandırır. 25 yaşından sonra sağlıqlı qərarlar ala bilərsiniz.
Təbii ki, tez olgunlaşanları, yəni onlar istisnadır. Bəzi insanların yaşayış şəraiti, yaşadığı mühit və sairə, çevrəsi çox şey dəyişdirir, çox şey ifadə eləyir çevrəmiz bizim üçün. Onları çıxmaq şərti ilə standart bir Azərbaycan gənci, eyni zamanda türk gənci də 25 yaşına qədər ərgəndir psixolojik olaraq. Emm, azadlıq çatışmamazlığı həmişə olacaq. Həyatınızın hər qismində olacaq. İlişki həyatınızda, ailə həyatınızda, məktəb, universitet, iş həyatında, evləndiniz, evlilik həyatında, orada, burada, bla 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 belə, sonra da ölürsünüz. Öləndə də azad olasınızmı? Naməlum şeydir. Yəni azadlığın çatışmamazlığı həyatınızın hər qismində olacaq və bunu çox böyütməyib bununla barışmaq lazımdır. Heç nə eləməyin demirəm. Yəni məsələn, ailənizə qarşı bir azadlıq qəbul eləmək istəyirsinizsə, emm, maddi azadlığınızın olması gərəkir. Yəni bu sad but true yəni. Çünki emm, maddi açıdan bağlıyıq ailəmizə. Mən şəxsən emm, bir azərbaycanlı olaraq emm, gənclik problemlərinin ailə içərisində çox danışıldığını düşünmürəm. Emm, həll olduğunu da düşünmürəm. Yəni bunların danışıldığını düşünmürəm. Ana-ataya qarşı heç vaxt rahat olamamışıq. Ümid eləyirəm ki, bizdən sonrakı nəsil, bizim uşaqlarımız, bizə qarşı çox rahat olarlar. Bunu eləmək də təbii ki, bizim əlimizdədir, amma mən öz ana-atamıza qarşı çox rahat olub, çox saf bir biçimdə danışdığımızı, tüm problemlərimizi onlarla həll elədiyimizi düşünmürəm və buna görə də yaşıdlarımıza daha çox bağlıyıq, dostlarımızı daha çox istəyirik. Və bunlar ailə tərəfindən qəribə qarşılanır. Çünki niyə? Sanki eyni şeyi onlar eləməyiblərmiş kimi bir də bizi yargılayırlar ki, qızım bəs ad günündə niyə dostlarla keçirsən, bizlə keçirmirsən? Bunun səbəbinin hamısı ailənin sənə qarşı olan o qısıtlamasıdır. Ailə azadlıq verməlidir uşağa. Mənim bir dostumun nənəsinin sözü idi bu. Emm, o da mənə demişdi, təbii ki, nənəsindən birə-bir eşitməmişdim mən. Emm, demişdi ki, insan quş kimidir. Çox sıxsan ölər, çox rahat buraxsan uçub gedər. Yəni tam arasında tutman lazımdır və hamı ilə məsafəni özün belirləyirsən. Yəni kimə necə davranman gərəkdiyini zaten özün çox yaxşı bilirsən. Ailən də həmçinin. Yəni ailənlə məsafəni də sən ayarlayırsan. Yəni onlar da 1 yaşdan sonra bir şərt, yəni belirli şərtlərdən sonra bir yerə qədər qarışırlar. Mühafazakar ailələrdə böyüyən sekülər uşaqlar bundan həmişə yaxınacaqlar. Yəni bu düzəlməyəcək. Bu problem zamanla həll olan bir şeydir. Zamanla ailəniz bunun normal olduğunu və cəmiyyət tərəfindən də normallaşdırıldığını görüncə bunu qəbul eləmək məcburiyyətində qalacaqlar. İstədiklərindən deyil, məcburiyyətində qalacaqlar. Biz də çünki cəmiyyətdə gördüyümüz bəzi şeyləri məcburiyyətində qalaraq normallaşdırırıq. Normal olmadığını bilirik, düzgün olmadığını bilirik, amma əlimizdən heç bir şey gəlmədiyi üçün, buna qarşı tək bir nəfər olaraq savaş verə bilməyəcəyimiz üçün ya bir topluluqla birlikdə hərəkət eləməyə və o topluluğu qurmağa çalışırıq, ya da ki, elə zamanın axışına buraxırıq bəzi şeyləri. Yəni əslində sual olaraq verilən və danışmadığım çox mövzu qaldı. Yəni yenə də ağlınıza gələn varsa, yəni yaxın çevrəmdə olar, yəni izləyicilər də olar. Ağlınıza gələn hər şeyi yorumlara yaza bilərsiniz. Məsələn, Günel filan şeyi dedin, amma məncə səhvdir. Yəni heç bir problem yoxdur. Bütün hipotezlərinizi yaza bilərsiniz. Bunları demək istədim. Onun
dışında məncə, eee, bilmirəm, həm içimi tökdüyüm, həm də, biliklərimi sizə, aktardığım bir video olduğunu düşünürəm, bir video kesti olduğunu düşünürəm. Dediyim kimi bu bölümü Spotify-a yükləməyi düşünmürəm. Çünki daha dolu və daha bilgiyə dayalı, maarifləndirici, daha ciddi problemləri təbii ki, bunlar da ciddidir. Amma toplumca, daha ciddi problemləri danışdığımız videolarda, olacaq. Əminəm olacağına. Yəni bunlar çünki dediyim kimi mənim şəxsi hesabımda paylaşdığım yaxın çevrəmin sadəcə problemləridir və, əlbəttə ki, bu problemlərdə yaşayan insanlar çoxdur. Amma mən daha böyük bir kitləyə ulaşmaq istəyirəm dediyim kimi. Beləm, yəni problemləriniz evinizin psixoloqu, məhəllənizin psixoloqu. Problemlərinizi həqiqətən aşağıda belirtə bilərsiniz. Əgər, emm, belirtəməyəsinizsə, yəni anonim bir şəkildə yazmaq istəyirsinizsə, "Ay, insanlar gölər, nə olar?" və sairə və sairə kimi qorxulara düşürsünüzsə, bunlar çox normaldır. Bunu deyim öncəliklə. Bunlar çox normaldır. Eee, Instagram səhifəsini, yəni bu videonu çəkdiyim ərəfədə açmamışam. Amma yayınlandığı ərəfədə, Instagram səhifəsi olacaq və alta linkini böyük ehtimal yerləşdirəcəm. Emm, belə, yəni necə bitirim biləmədim. Özünüzə yaxşı baxın, özünüzü çox sevin. Çünki, bütün bu problemlərin həlli əslində sizin əlinizdədir və, bir insan düşünürəm ki, dünyada özündən başqa heç kim yoxdur və olmayacaq. Sad but true. Olmayacaq, heç kim olmayacaq. Ona görə özünüzü çox sevin. Özünüzə çox baxın və sağ olun.